Axşamınız xeyir uşaqlar. Deməli biz bu gün dövlətlərin idarə edilmə formalarına, bir də vaxtınız çatsa inzibati ərazi bölgələrinə baxacağıq. Telefonu, ekranı yan eləyin ki, sizin üçün xəritələr və sairə, yaxşı görünsün. Telefonu yan eləyin ki, yaxşı görünsün. Aha, eee, deməli biz burada qeyd olunduğu kimi bilirik ki, yer kürəsində 200-dən artıq dövlət var. Gördüyünüz kimi burada da qeyd olunub və həmin bu dövlətlər bir-birlərindən öz böyüklüklərinə, coğrafi mövqeyinə, inkişafına, idarə etməsinə və sairə əlamətlərinə görə fərqlənirlər. Ümumiyyətlə dövlət nəyə deyilir? Biz ona baxaq. Aha, deməli dövlət nəyə deyilir? Biz ona baxaq. Deməli dövlət müəyyən bir sərhəd daxilində gördüyünüz kimi bir və ya bir neçə millətin yaratdığı deməli müstəqil siyasi varlıqdır və həmin bu dövlətin nəyi var? 3 əsas əlaməti var. Birincisi əlamət odur ki, dövlət hər hansısa bir ərazini neyləməlidir? Əhatə eləməlidir. Yəni biz dövlət dedikdə hər hansısa bir əraziyə malik olan bir deməli qurum nəzərdə tuturuq. Yəni bunun ərazisi yoxdursa, bu dövlət adlandırıla bilməz. Misal üçün biz dünyada böyük ölkələrdən Rusiyanı, Kanadanı, Çini, Amerikanı və sairəni misal göstərə bilirik. Lakin həmin bu ərazi baxımından böyük olmasa da çox kiçik sayılan San Marino, Vatikan, Andorra, daha sonra Lixtenşteyn və sairə kimi ölkələrə biz yəni nümunə göstərə bilərək. Yəni biz buradan da başa düşürük ki, ölkənin ərazisinin böyük və ya kiçik olması deməli onun dövlət adlandırılmasına nədir? Maneə deyil. İkinci əsas məsələ dövlət üçün nədir? Əhalidir. Yəni dövlətin mütləq şəkildə əhalisi olmalıdır. Yəni sayının burada da az və ya çox olmasının deməli elə də bir əhəmiyyəti yoxdur. Səsləri bağlı saxlayaq uşaqlar. Aha, deməli biz dedik ki, əhalinin az və ya çox olmasının heç bir əhəmiyyəti yoxdur. Misal üçün 1 milyarddan çox olan əhalisi hansı ölkələrdir? Çin və Hindistan. Əhalisi 1 milyarddan çoxdur. Yəni dünyada birinci və ikinci yerləri bölüşürlər. Lakin əhalisi biz 1 milyard olmasa da 1 milyondan çox olan Amerikanı, İndoneziya, Yaponiya kimi ölkələri misal göstərə bilərik və əhalisi həddən artıq az olan, yəni neçə min nəfərlərlə sayılan ölkələr İslandiya, Monako, Cibuti və sairə kimi ölkələr də əhalisi bir neçə min olan ölkələrdir. Yəni biz buradan da başa düşürük ki, əhalinin az və ya çox olması ərazi kimi dövlətin mövcud olub-olmamasına yəni təsiri yoxdur. Yəni az da olsa əhalisi, ərazisi də kiçik də olsa, yəni dövlət biz onu adlandıra bilirik. Daha sonra biz həmin bu dövlətlərin hansı üçüncü əlaməti var? İdarə etməsi. Yəni həmin bu dövlət hər hansısa bir müəyyən idarə etməyə nə olmalıdır? Malik olmalıdır. Həmin bu idarə etmədə də əsas qanunverici və icra edici orqanlar olması mütləqdir. Yəni hər hansısa bir tərəf qanunu verir, digər bir tərəf də onu neyniyir? İcra edir. İndi bu qanunverici və icra edici orqanlar kimlərdir? Yəni ikisi bir ola bilərmi, ola bilməzmi? Onlara birazdan baxacağıq. Deməli, həmin bu idarə etməsinə görə biz dedik ki, ölkələr neçə cür olur? 2 cür olur. Respublika və monarxiya. Deməli, ümumilikdə bütün dünyada ölkələr 2 yerə bölünür. Nəyinə görə? İdarə olunmasına görə. Bəziləri respublika, bəziləri də monarxiya sayılır. İndi say baxımından respublika daha çoxdur. Ona görə də biz monarxiyaları qeyd eləyəcəyik. Yerdə qalanlar hamısı olacaq nə? Respublika. Aha, həmin deməli bu respublikada biz bilirik ki, deməli hakimiyyət orqanları baxın görürsünüz xalq tərəfindən müəyyən olunur
Aha, və həmin burda hansı yolla müəyyən olunur? Səsvermə yolu ilə müəyyən olunur və burada dövlət başçısına biz prezident, baş nazir, kansler və sairə adlar veririk. Yəni respublikada olan idarə edən şəxslər ya prezident adlanır, ya baş nazir, ya da kansler adlanır. Aha, deməli burada biz bildirdik ki, respublika olan ölkələrin sayı həddən artıq çoxdur. Biz bura deməli Azərbaycanı, baxın burada Azərbaycan da daxil olmaqla Amerika, Fransa, İtaliya, Almaniya, Türkiyə, Pakistan, İsrail və sairə kimi ölkələri biz bura aid eləyə bilərik. Yəni həddən artıq əksər ölkələr deməli nədir? Respublika idarə etmə formasına malikdir. Aha, deməli. Deməli biz burada keçək indi monarxiya idarə etmə formasına. Monarxiya ölkələrinin baxın deyək ki, sayı azdır. Monarxiya ölkələrinin sayı azdır. Belə ölkələrdə hakimiyyət nə yolu ilə? Vərəsəlik yolu ilə ötürülür. Yəni belə deyək, nəsildən nəslə ötürülür. İndi həmin bu monarxiya ölkələrində ölkəni idarə edən şəxslərə biz respublikada deyirik də prezident, kansler və sairə deyirdik. Burada isə müxtəlif adlar verilir. Misal üçün kral adı verilir Norveçdə, İsveçdə, Danimarka, Böyük Britaniya, Belçika, İspaniya, İordaniya, Mərakeş və sairə kimi ölkələrdə nə deyilir? İdarə edən şəxsə kral deyilir. Deməli biz burdan əsas hansı ölkələri gördük? Şimali Avropa ölkələrini gördük. İstisna kimi biz dedik ki, İordaniya, daha doğrusu ümumiyyətlə Avropa ölkələrinin çoxusu, İordaniya və Mərakeş nədir? Deməli, Afrika və Asiya ölkəsidir. Lakin orada da nə adlanır? Kral deməli adlanır. Aha. Sultan. Sultan kimlərdədir? Malayziyada, Omanda, Bruneydə. Deməli, Oman Ərəbistan yarımadasında yerləşən ölkədir. Malayziya və Bruney də Cənub-Şərqi Asiyada yerləşən ölkədir. Yəni bu üç ölkədə nə ad verilir? Sultan adı deyilir həmin o, deməli, monarxa. Knyaz hansı ölkələrdədir? Baxırıq, Andorrada, Liechtenstein və Monakoda. Deməli, bunlar Avropa ölkələridir, üçü də. Knyaz adlanır burada. Nə cür ölkələrdir? Ərazi baxımından kiçik ölkələrdir. Yəni biz bu kiçik ölkələrə cırtdan ölkələr deyirdik də. Andorra, Liechtenstein və Monako, deməli Knyaz orada adlanır. Daha sonra Hersoq var. Lüksemburqdadır, yəni bir ölkədədir. Lüksemburqda Hersoq adlanır. Əmir. Əmir deməli Qətərdə, Bəhreyndə, Küveytdə və Birləşmiş Ərəb Əmirliklərində, yəni Körfəz ölkələrində deməli bu həmin bu körfəz ölkələrində, İran körfəzi sahilində yerləşən ölkələrdə nə adlanır? Əmir adlanır. Monarxın belə deyək, biz monarxı orada əmir adlandırırıq. İmperator var. Cəmi bir ölkədədir. O da haradır? Yaponiya. Deməli təkcə Yaponiyada imperator adlanır. Orada da monarxiya idarə etmə quruluşu mövcuddur. Deyir ki, burada monarxiyanın hakimiyyəti müddətsizdir. Yəni belə deyək, ölənə qədər hakimiyyətdə qalır. Əsas monarx ölkələrində, daha doğrusu əksər monarx ölkələrində, baxın, Böyük Britaniyada misal üçün, Norveçdə, İsveçdə, Belçikada, Mərakeş, Yaponiya və sair ölkələrdə idarə etmək kimdədir? Parlamentdədir. Deməli biz parlamentdədirsə, buna nə cür monarxiya deyirik? Buna deyirik biz konstitusiyalı monarxiya deyirik, parlamentlə idarə olunursa. Başqa ölkələrdə isə, misal üçün, yəni yerdə qalan digər ölkələrdə, Səudiyyədir, Birləşmiş Ərəb Əmirlikləri, Bruney və sair kimi ölkələrdə də monarxın hakimiyyəti nədir? Hüdudsuzdur. Yəni qanun verən də odur, icra edən də odur. Belə deyək, nə istəyir eləmək səlahiyyətinə nədir? Malikdir. Lakin parlamentli monarxiyada, yəni konstitusiyalı monarxiyada buna monarx malik deyil. Aha. Deməli siz üçün burada aşağıda cədvəldə qeyd olunub hansı ölkələr, hansı deməli materikdə yerləşir və hansı idarə etmə, yəni monarxiyanın hansı növünə deməli aiddir. Biz bunlara qısaca qeyd eləyək, birazdan xəritə üzərində də baxacağıq. Deməli konstitusiyalı monarxiya biz dedik ki, parlament olur.
Parlament olur. Avropa ölkələridir burada baxın, Avropa ölkələridir. Daha sonra Asiya ölkələri, indi biz bunları xəritə üzərindən qeyd eləyəcəyik və Afrikada cəmi 3 ölkədir. Lesoto, Esvatini və Mərakeş. Bu Lesoto və Esvatini Cənubi Afrika Respublikasının, belə deyək, yəni Afrikanın cənubunda yerləşir. Avstraliya və Okeaniya ölkələrində isə təkcə Tonqadır, konstitusiyalı monarxiyadır. Aha. Daha sonra mütləq monarxiya gəlir. Mütləq dedik ki, monarxın hakimiyyəti hüdudsuzdur. Yəni nə istəsə etmək, hansı qərarı istəsə verməyə səlahiyyəti var. Bu da cəmi deməli 5 ölkədədir. Omanda, Bruneydə, Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirliklərində. Burada təkcə baxın, Bruney Cənub-Şərqi Asiya ölkəsidir, Cənub-Şərqi Asiya ölkəsidir. Oman, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətər Cənub-Qərbi Asiya deməli ölkəsidir. Teokratik monarxiya var. Burada da başçı dini rəhbər sayılır. Bu da cəmi dünyada 2 ölkədə rəsmi olaraq belə deyək qeyd olunur, amma əslində biz bura 3 ölkəni aid edə bilərik. Deməli Vatikanda biz bilirik ki, deməli Roma şəhərinin belə deyək daxilində yerləşən ölkədir Vatikan. Daha sonra Səudiyyə Ərəbistanında biz bunu qeyd edə bilərik və bir də Bruneydə də son illərdə biz bilirik ki, monarxiyanın mütləq yox, teokratik növünə neyniblər, keçiblər. Yəni Bruneyi belə deyək, teokratik monarxiya kimi rəsmi olaraq götürülməsə də, lakin məlumat kimi bilin ki, ora aid eləyə bilərik. İndi biz bunlara baxaq xəritə üzərində. Sualları deməli sonda verəsiz uşaqlar. Aha. Deməli burada Avropanın monarxiya ölkələrini verib. Avropanın monarxiya ölkələrinə baxırıq. Deməli, əvvəlcə məlumatları oxuyaq. Baxın, deyir ki, Qərbi Avropada Belçika inzibati ərazi quruluşuna görə federativ, idarə etməsinə görə monarxiyadır. Yəni, həm federativ, həm monarxiya ölkələrdən biri hansıdır? Belçikadır. Aha, daha sonra biz üçün məlumat kimi verib, Vatikan din qanunları ilə idarə edildiyi üçün ora nəyə aiddir? Teokratik monarxiyaya aiddir və bu da mütləq monarxiyanın bir növü sayılır. Yəni, teokratik monarxiya mütləq monarxiyanın bir növü sayılır. Burada qeyd verib bizi üçün Avstraliya, Yeni Zelandiya, Kanada, Böyük Britaniyanın nə idi? Tərkibində olan deməli monarxiya ölkələridir. Deməli, Avstraliya, Yeni Zelandiya, Kanada və bu üçü daha doğrusu Böyük Britaniyanın nəyi sayılır? Tərkibində olan deməli monarxiya ölkələri sayılır. İndi biz baxaq bir-bir. Baxın, Norveçi görürük. Norveç Avropanın monarxiya ölkələrindən, İsveç, daha sonra Böyük Britaniya. Burada deməli Danimarkanı biz görürük. Baxın, Danimarkanı biz görürük burada. Baxın, Danimarkanı burada görürük. Jutlandiya yarımadasında yerləşir. Niderland, yəni Hollandiya dediyimiz ölkə. Belçika onun aşağısında. Daha sonra Lüksemburq, Liechtenstein. Daha sonra bunlar hamısı nədir? Monarxiyaya aiddir. Monako, Andorra, biz bayaq qeyd elədik, Andorra, İspaniya monarxiyaya aiddir və Vatikan. Bunlar hamısı aiddir nəyə? Monarxiya ölkələrinə, yəni Avropanın monarxiya ölkələridir bunlar. Aha, indi keçək biz deməli Asiyanın monarxiya ölkələrinə. Deməli, biz üçün burada qeyd olunub, qırmızı rəng mütləq monarxiyalardır. Baxın, qırmızı rənglə verilənlər mütləq monarxiyalardır. Narıncı rənglə isə verilənlər konstitusiya monarxiyalı ölkələrdir. Səudiyyə Ərəbistanı mütləq monarxiyanın teokratik monarxiya növünə aiddir deyir. Daha sonra burada deməli Bruneyi, Bəhreyni, Qətəri, Ərəb Əmirliyini, Oman, Ərəbistan deməli Asiyanın mütləq monarxiya ölkələrinə aiddir qeyd olunur. Deməli bizim üçün birinci dedik ki, nə dedi? Qırmızı ilə mütləq monarxiyalar rənglənib. Baxaq qırmızı ilə olanlara. Səudiyyə Ərəbistanıdır. Daha sonra deməli Bəhreyndir, Qətərdir, Birləşmiş Ərəb Əmirliyi və Oman. Bunlar nədir? Mütləq monarxiyalı ölkələr. Yəni belə deyək, həmin monarx səlahiyyətləri hüdudsuzdur.
Daha sonra konstitusiyalı monarxiyalar var. Yəni orada konstitusiya ilə belə deyək idarə olunur. Monarxın səlahiyyətləri bir qədər məhduddur. Ora aiddir İordaniya. Baxın, İordaniya bu ərazidə yerləşir. Butan, görürsüz Butan, Nepalın, Hindistanın şimalında, Nepalın yanında. Taylandı biz görürük. Taylandı biz görürük. Daha sonra dedik biz Malayziyanı, Kambocanı. Baxın, Kamboca buradadır. Malayziya bu Malakka yarımadasında. Və bir də biz deməli dedik nəyi? Bruneyi. Bruneyi biz dedik ki, deməli düşür konstitusiyalı, rəsmi olaraq konstitusiyalı monarxiya və burada bir də biz Yaponiyanı qeyd eləyə bilərik. O da nə idi orada başçı? Orada başçı imperator. İmperator olan yeganə ölkə Yaponiya deməli sayılır. Aha, biz bunu qeyd elədik. Asiyanın monarxiya ölkələrini. Daha sonra biz baxaq, deməli, Afrikanın monarxiya ölkələrinə. Deməli, 3 dənə ölkə demişdik biz. Mərakeş, Esvatini və Lesoto. Bunlar ikisi də CAR-ın nə idi? Daxilində yerləşən ölkələrdir. CAR özü yox ha. CAR özü yox. CAR-ın daxilində yerləşən Lesoto və Esvatini deməli, ölkələri həm də Mozambiklə Esvatini nədir? Qonşudur. Baxın burada. Aha, bu 3 ölkə cəmi Afrikada monarxiya sayılır. Daha sonra bizə burada verib nəyi? Böyük Britaniyanın formal monarxiya olan ölkələrini. Yəni belə deyək də, rəsmi o formal nə deməkdir? Yəni qeyri-rəsmi də, adda. Yəni elə də ciddi mənada yox. Yəni belə deyək, qeyri-rəsmi. Kanadanı verib bizim üçün. Daha sonra Belizi, Yamaykanı, Baham adalarını, Yeni Qvineyanı, Avstraliya və Yeni Zelandiyanı bizim üçün verib nə? Deməli, Böyük Britaniyanın, deməli, yəni bu Böyük Britaniyanın nə idi bunlar? Formal monarxiya ölkələridir. Yəni elə də rəsmi sayılmır. Yəni özlərini belə deyə idarə edirlər. Aha. Biz bunu qeyd elədik. Daha sonra biz keçək nəyə? Federativ və deməli, daha doğrusu biz burada dövlətlərin inzibati ərazi quruluşuna görə bölgüsünə baxa bilərik. Yəni idarə etməsinə görə bitirdi. İndi inzibati quruluşuna görə baxaq ölkələrə. Aha, deməli 2 yerə bölünür inzibati ərazi bölgüsünə görə. Hansılardır? Unitar və federativ. Deməli, federativlərin sayı az olduğu üçün biz onları öyrənəcəyik. Yerdə qalanlar hamısı nə sayılacaq? Unitar sayılacaq. Nə deməkdir unitar? Vahid, tək deməkdir. Yəni, belə deyək, ölkə müxtəlif hissələrdən ibarət deyil. Federasiyalar dedik ki, müxtəlif hissələrdən ibarətdir. Misal üçün, ora biz nələr deyirik? Orada biz federasiyalara deməli deyirik, federasiyalar, ondan sonra ştatlar, Amerikada ştat deyilir və s. deyirik. Lakin unitarda necədir? Baxın, rayon deyirik, vilayət deyirik, mahal deyirik. Məsəl üçün, bizdə rayon deyilir də, düzdürmü? Azərbaycan unitar ölkədir. Baxın, burada adda verilir unitarlara. Türkiyədir, Azərbaycan, İran, Fransa, Yaponiya, Misir, İtaliya, yəni çoxdur əslində. Yəni əksəriyyət unitardır. Yəni bir-bir onları əzbərləməyə ehtiyac yoxdur. Təkcə federativləri biz deməli baxacağıq. Federativlər dedik ki, federasiyada deyilir, ştat və s. də deyilir. Deməli, baxın, Latın dilində nə deməkdir? İttifaq, birlik deməkdir. Yəni bir neçə ərazilərin birləşib, bir ölkə altında belə deyək, birləşir. Baxın, ştat deyilir dedik. Sonra respublika deyilir və torpaq və s. deyilir. Federasiya, torpaq, ştat və s. deyilir. Aha, indi biz onun deməli ölkələrinə bir baxaq. Deməli, cədvəl formasında, baxın, görürsünüz, cədvəl formasında verib bizə. Deməli, həmin bu federasiyalar, deməli, müxtəlif xüsusiyyətlərinə görə fərqlənir deyir. Məsələn, Rusiya, Hindistan, Nigeriya milli etnik əlamətinə görə nə olub? Birləşib. Baxın, Rusiya, Hindistan, Nigeriya milli etnik əlamətinə görə Amerikada, Kanadada, Meksikada, Avstraliya, Avstriya və s. ölkələrdə tarixi coğrafi, baxın, bunları ayırmaq lazımdır. Milli etnikinə görə Rusiya, Hindistan, Nigeriya dedik. Tarixi coğrafiyaya görə isə yerdə qalan digər ölkələr nə olub? Federasiya
formasında deməli birləşiblər. İndi biz baxaq burada Şimali Amerikada ABŞ, Kanadanı biz qeyd eləyirik. Şimali Amerikada. Daha sonra Avropada Belçikanı, Avstriyanı, İspaniya, Almaniya və Rusiya. Və burada bir də bizə İsveçrə verib. Baxın, İsveçrə verib. İndi bu nə deməkdir? Konfederasiyaya aiddir İsveçrə. Burada mən qeyd edeyim. Konfederasiyaya nə aiddir? İsveçrə. Nə deməkdir bu konfederasiya? 2 və daha artıq ölkənin, baxın yadda saxlayın, 2 və daha artıq ölkənin öz ərazilərindən, belə deyək, torpaq verməsi ilə yeni bir ölkə qurmasına deyilir nə? Konfederasiya. Yəni burada yeni bir ölkənin qurulmasında məqsəd müxtəlif ola bilər. Yəni fərqi yoxdur məqsədin. 2 və plus, yəni daha artıq ölkənin nə olması? Birləşməsi, yəni öz ərazisinə torpaq verib yeni bir dövlət qurmaqları adlanır nə? Həmin dövlətin daha doğrusu deməli inzibati ərazi forması adlanır nə? Konfederasiya. Yəni əvvəlində kon sözü var. Dedik ki, hansı ölkə aiddir ora? Təkcə İsveçrə ölkəsi aid edilir. İndi bəzi mənbələrdə Bosniya və Herseqovinyanı da aid edirlər. Lakin siz təkcə İsveçrəni yadda saxlasaq, yəni bəs eləyər. Aha, Asiyada olan federasiyalar. Hindistan, Pakistan, Malayziya, Myanma, Birləşmiş Ərəb Əmirlikləri, İraqı və Nepalı da biz qeyd edirik. Afrikada deməli xəritə üzərində bunları da qeyd edəcəyik. Latin Amerikasında da var. Avstriya və Okeaniyada da var. İndi birazdan bunları xəritə üzərində biz qeyd eləyəcəyik. İndi baxaq federasiya xəritələrinə baxaq. Aha, başlayaq Avropadan. Görək Avropanın deməli federasiya ölkələri hansılardır? Deməli, məlumata baxaq. Aha, deməli. Baxın, deyək ki, müstəqilliyi daha yüksək olduqda nə adlanır? Konfederasiya adlanır. Məsələn, İsveçrə konfederativ ölkədir. İspaniya 2018-ci ildən federativlik statusunu ləğv etmiş və unitar hesab edilir. Yəni, İspaniyanı artıq biz həmin bu, deməli, siyahıya əlavə etməyəcək. Yəni, 2018-dən artıq ləğv olunub. İndi dərsliklərdə buna biraz əslində də elə də fikir verilmir, lakin məlumat kimi bunu bilməkdə fayda var. Baxın, deyək ki, lakin bizim atlaslarda, görürsünüz, lakin bizim atlaslarda hələ də federativ verilir. Aha. Deməli, hansı ölkələrdir? Baxırıq, Avropada Rusiya verilib. Rusiyanın bir hissəsi biz bilirik ki, Avropaya düşür. Daha sonra baxın burada, bu da Rusiyanın hissəsidir. Görürsünüzmü? Bu da Rusiyanın ərazisi olduğu üçün onu da sarı rənglə işarələyiblər. Belçikanı biz deyəcəyik. Belçikanı biz deyirik. Belçika həm də nə idi uşaqlar? Belçika həm də, belə deyək də, həm monarx, üstəgəl federativ ölkələr. Baxın, Belçikanı biz bayaq qeyd eləmişdik, düzdürmü? Belçikanı biz qeyd eləmişdik nədə? Deməli, monarxiyada. İndi həm də nədə qeyd eləyirik? Federasiyada qeyd eləyirik. Daha sonra İspaniyanı biz dedik ki, qeyd eləmirik. İspaniyada həm monarx, həm federativ sayılır, lakin federativdən çıxıb. Daha sonra biz Malayziyanı deyəcəyik birazdan. Malayziya. Bir də hansı? Birləşmiş Ərəb Əmirlikləri. Baxın, bu üçü sarı rənglə mən bunları işarə eləyim. Baxın, Belçika, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri. Bunlar üçü nədir? Həm monarx, həm də federativ. Belçika, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri. İspaniya dediyi ki, çıxıb. Bunlar üçü nədir? Həm monarx, həm federativ. Daha sonra baxaq, burada davam edək. Afrikanı verib, deməli, federativ kimi Afrika. İsveçrəni görürsünüz, qırmızı rənglə işarə eləyib, konfederativdir deyənə. Avstriyanı verib və Bosniya və Herseqovinyanı burada verib, deməli, federativ kimi. Aha, bu Avropanın. Bunu yadda saxlayın mütləq. Həm monarx, həm federativ ölkələr. Belçika, Malayziya, bir də Birləşmiş Ərəb Əmirlikləri, bu üçü. Kim istəyirsə ekran şəklini çəkə bilər. Yəni YouTube-da da olsa videonu paylaşacağıq, oradan da baxa bilər.
Sonra Asiyanın və Şimali Amerikanın deməli federativ ölkələrinə baxaq. Asiyada dedik ki, Rusiya həm də Asiya düşür. İraq dedik biz, İraq federativdir. Deməli, Birləşmiş Ərəb Əmirlikləri, baxın, bayaq qeyd elədik, həm federativə, həm də monarxiyaya düşür. Pakistan federativdir, Hindistan federativdir, Nepal federativdir. Daha sonra Myanma federativdir və Malayziya dedik ki, deməli, həm federativ, həm deməli, monarxiya ölkəsidir. Amerikadan, deməli, Kanada, Amerika Ştatları, Birləşmiş Ştatları və Meksika. Bu üçü düşür nəyə? Deməli, federativ ölkələrə və bir də Avstraliya və Mikroneziya ölkələrini biz aid edirik nəyə? Federativ ölkələr siyahısına. Baxın, burada sizin üçün də qeyd olunub, Belçika, Malayziya və Birləşmiş Ərəb ölkələri, Ərəb Əmirlikləri həm federativ, həm də monarxiya ölkəsinə nədir? Aiddir. İndi Cənubi Amerika və Afrikanın baxaq ölkələrinə, federativlərdir bunlar. Venesuelanı qeyd edirik federativ ölkə kimi, Braziliyanı və Argentinanı. Bunlar Cənubi Amerikada olan federativ ölkələrdir. Afrikada Nigeriya, deməli Sudan, Cənubi Sudan və Şimali Sudan bilirik ki, ayrılıb. Efiopiya və Somalini biz qeyd edirik. Bir də nəyi? Komor adalarını. Bunlar nədir? Deməli, federativ ölkələrdir Afrikada. Cəmi neçə dənədir? 1, 2, 3, 4, 5, 6 dənə. 3 dənə monarxiya var idi. 3 monarx var idi. Afrikada 6 dənə, deməli, federativ. Bunlar nədir? Deməli, 3 monarx, 6 federativi Afrikada bilmək lazımdır. Qeydə baxırıq. Car və Tanzaniya, görürsünüz, hal-hazırda faktiki olaraq nədir? Unitardır. Lakin bizim mənbələrdə nə verir? Federativ verir. Baxın, bunu yadda saxlayın. Car və Tanzaniya. Car, bir Tanzaniyada, bax, burada. Tanzaniyada burada. Bunlar nədir? Faktiki olaraq unitardır. Görürsünüzmü? Rənglənməyib burada sarı kimi. Amma bizim mənbələrdə nə cür verilir? Federativ verilir. Yəni, testdə düşə bilər, yəni. Onu yadda saxlayın. Tanzaniya və Carı. Aha, burada da deməli federativ ölkələrin ümumi dünya üzrə xəritəsi verilib. Bunları hamısını deməli paylaşacağam. Həm WhatsApp kanalında, həm də Telegram kanalında. Aha, burada ümumi dünya üzrə verib. Biz ayrı materiklər üzrə baxdıq. Aha, dərsimiz bu qədər uşaqlar.